Deməli, mövzu say sistemləridir. Bilirsən ki, say sistemləri əslində birinci mövzunun daxilindədir. Amma ə, iki yerə bölünüb, iki bölmə kimi verilibdir birinci. Deməli, say sistemləri ümumiyyətlə nə deməkdir? Nə qədər natural ədəd varsa, o qədər də say sistemi var. Say sistemi ədədlərin yazılmasında istifadə olunan rəqəmlərin yer aldığı sistemdir. Bu nə deməkdir? Bax, yer aldığı sistem. Yəni burada bir mövqe və yaxud da mövqesizlik var. Say sistemi deməli iki yerə bölündü. Mövqeli və mövqesiz. Mövqeli nə deməkdir? Yəni elə bir rəqəmdir ki, o durduğu yerdən asılıdır. Onun mövqesi var. Ya da ki, mövqesiz nə deməkdir? Mövqesiz o deməkdir ki, onun durduğu yerdən heç bir asılılığı yoxdur. Yəni belə bir deyə bilərik. Bax, məsələn, mövqeli say sistemləri geniş anlayışdır. Bura aiddir bütün bildiyimiz natural ədədlər. Mövqesizə isə sadəcə rum rəqəmləri aiddir. Rum rəqəmləri niyə deyirik ki, biz mövqesizdir? Ona görə ki, bax, rum rəqəmlərində müəyyən sayda deməli ədədlər var da. Məsələn, bu ola bilər x ola bilər, bu ola bilər c ola bilər, v 7 dənədir də. Bax, gəl onlara baxaq. Məsələn, 1, məsələn, x ya da v ki, ardıcıl gedək. Bircə dəqiqə. Aha, v, x, sonra məsələn, l, c, hı. Sonra nə qaldı? M, bir də qaldı de. Ardıcıllığı pozdum, amma olsun. Bax, deməli, burada nələr var? Bircə dəqiqə mousu tapsam qoy, daha rahat olsun. Deməli, burada nələr var? Tutaq ki, mən bu mövqesiz say sistemində bir ədəd yazıram. Bu olsun, məsələn, bir də x. Bu x hər yerdə 10-dur. Bu bir yazılan hər yerdə birdir. Yəni, buna başqa bir ad vermirik axı. Bu 10-dur, bu da 1-dir. Sadəcə bunun hesablama qaydası var. Əgər birinci kiçik rum rəqəmi gəlirsə, sonra böyük gəlirsə, böyükdən kiçik mütləq şəkildə çıxmalıdır. Onda olur cavabımız 9. Məsələn, tutaq ki, yazılıb burada x 1. Bunda necə olacaq? Yenə eyni qaydadadır. Yenə bu 10-dur, yenə 1-dir. Yəni mövqesini dəyişməyib, adını dəyişməyib. Sadəcə indi bu dəfə böyük, sonra kiçik gəlib deyə bu dəfə toplayacağam. Yəni 10 üstə gərək 1 cavab eləyəcək 11. Amma mən desəm ki, tutaq ki, burada yazılıbdır. Bax, burada necə yazılıb? 1 də 10 yazılıb da, düzdür? 1 də 10. Mən buna 1, 10 demirəm axı. Mən buna, bax, fikir ver, 1 burada yüzlükdür. Bu da 1-dir, bu da 1-dir də. Amma 1 burada 10-luqdur. Görsən, rəqəm öz mövqeyini artıq dəyişib deyə, ona görə buna mövqeli say sistemi deyilir. Məsələn, 1 təkliyi də ola bilərdi. Məsələn, mən buradan yazıram ki, 0 yox, 1 yazıram. İndi fikir ver. Bir burada təklikdir, burada onluqdur, burada da yüzlükdür. Harda dursa, o mövqeyini dəyişmiş olacaq. Amma bu bir mövqesi say sistemində olan rum rəqəmi olan bir. Bu harda dursa, hər yerdə birdir. Yəni təklik, onluq, yüzlük deyil. Başa düşdün əhəmiyyətini? Aha, evet. Ona görə də mövqeli mövqesiz deyirik. Mövqesiz sadəcə bu qədər kiçikdir. Yəni 7 dənə rum rəqəmdən ibarətdir. Amma mövqeli say sistemi çox geniş anlayışdır. Düzdür, biz proqramımızda ikili, 8-lik, 10-luq, 16-lik, 8-liyi də görməyəcəyik bundan sonra demək olar ki. İkili, 8-lik, 10-luq, 16-lıq görmüşük. Amma əslində say sistemləri sonsuz saydadır. Necə ki, natural ədəd kimi. Məsələn, biz 5-liyi də görə bilərik, 12-liyi də görə bilərik, 25-liyi də, 29-luq və s. Məsələn, 105-liyi də görə bilərik. İstənilən natural ədəd kimi say sistemi də var. Sadəcə proqrama əsasən bunları keçəcəyik. Və hər bir say sisteminin adı qədər özündə simvol daşıyır. Məsələn, mən deyirəm ki, ikilik say sistemi. Deməli, özündə nə qədər simvol daşıyacaq? 2 dənə. Məsələn, deyirəm ki, 8-lik say sistemi özündə neçə dənə simvol daşıyacaq? 8 dənə. 10-luq say sistemi isə özündə 10 dənə simvol daşıyacaq. 16-lıqdırsa 16-lıq
16 dənə simvol daşıyacaq. Sadəcə burada bəzilərində ekvivalentlənmə olacaq. Onu da deyəcəm. Məsələn, ikili say sistemi bizim kompüterimizin başa düşdüyü dildir. Yadındadırsa biz birinci mövzuda keçmişdik. Demişdik ki, kompüter əvvəlcə kodlaşdırır. Məsələn, tutaq mən bir simvol yazıram, A simvolu. Onu kompüterimiz kodlaşdıracaq, öz dilinə çevirəcək. Yəni 0 və 1-lərə, yəni ikili say sisteminə çevirəcək. Yəni ikilik deyəndə belə bir düstur ağlıma gələcək ki, əsası çıxılsın 1. Əsası çıxılsın 1 nə deməkdir? Yəni məsələn, tutaq ki, ikili say sistemidir. Ondan əvvəl 0 və 1 olur. Yəni onun tərkibində sadəcə 0 və 1 olur. Məsələn, mən deyirəm onluq say sistemi. Onluq say sistemində deməli, onluq say sistemidirsə 10 dənə simvolum var və düsturumu yerinə qoysam n-1, yəni 10 çıxılsın 1, 9-a qədərdir. Necə ki, ikilikdə dedik, 2 çıxılsın 1, 1-ə qədər oldu. 1 də daxil olmaqla daha doğrusu. Onluq say sistemində də 10 çıxılsın 1, yəni 9 da daxil olmaqla 9-a qədər. 16-lıq say sistemində isə yenə bizdə normalda natural rəqəmlər var da, bu rəqəmlərdən düzəlir ədədlərdə. 16-lıq say sistemində də belədir. Məsələn, rəqəmlər yetərincə yazılıb 9-a qədər. Amma artıq ədədlər yazılmalıdır və bu ədədlərdə də hərflərdən ekvivalentlənmə olubdur, yəni əvəzləmə olubdur. Və hər bir hərfi baxıram, hardan başlayacaq? Məsələn, 9-dan sonra 10 gəlir. Deməli, A-nın qarşılığı 10-dur. Sonra A-dan sonra B. Deməli 10, 11, C 12, D 13, Y 14, F 15. Əzbərləməyə ehtiyac yoxdur. Sən sadəcə yerini bilsən kifayətdir. Məsələn, mən bilirəm ki, A birinci ədəddir də, düzdür? Deməli nə olacaq? 10 olacaq. B ikincidirsə 11 olacaq. C üçüncüdürsə 12 olacaq. Yəni bu şəkildə yaza bilərsən. Həmçinin 16-lıq say sistemində yenə təkrarlayıram, 12 dənə simvol var, amma 16 daxil deyil. Yenə n-1 düsturundan istifadə edirəm. Maksimum 15 dənədir. Yəni F burada da 15 F-ə bərabərdir. Bunlar aydındırmı sənə? Aha. Bax sənə desə ki, say sistemində ən kiçik simvol hansıdır? Deyəcəksən ki, 0. Səndən soruşsa ki, say sistemində ən böyük simvol hansıdır? Əsası -1. Yəni məsələn tutaq ki, veribdir onluq say sistemi. 10 çıxılsın 1, 9. Yəni ən böyük simvol 9-dur. Ümid edirəm ki, bunlar sənə aydındır. Əla. Sonra burada əlifba düsturu var. Zaten biz bunları artıq bilirik. Bunun üstündən keçəcəm. Bunları da keçən dərs demişəm. İndi keçək say sistemlərində harda istifadə olunur və necə çevrilmələr eləyəcəyik. Ümumiyyətlə bax, ikilik say sistemi dedik ki, kompüterdə istifadə olunur. Onluq say sistemi bizim gündəlik istifadə elədiyimiz simvollardan ibarətdir. Bax görsən, bütün ədədlərin hamısını biz bunlardan yaradırıq da. Ona görə bizim başa düşdüyümüz deyirik. 16-lıq və 8-lik isə IP və maksimumlarda istifadə olunan simvollardır. 8-lik say sistemi IP, 16-lıq isə maksimumlarda istifadə olunan simvollardır. Yəni internet şəbəkələrində. Say sistemlərinin çevrilmə qaydası. Ümumiyyətlə yadında nəyi saxlamalısan? Hansı say sistemindən bizim say sistemimiz, yəni bizim başa düşdüyümüz say sistemə keçmək istəyirsənsə, onun bir qaydası var. Tutaq ki, bax, mənim başa düşdüyüm say sistemi deməli oldu onluq say sistemi, düzdür? Gəl burada göstərim də. Tutaq ki, mən onluq say sisteminə keçid etmək istəyirəm. İstənilən bir say sistemidir. Bu ola bilər ikilik, bu ola bilər 8-lik, bu ola bilər 16-lıq. Başqa say sistemi də ola bilər. Sadəcə proqrama əsasən deyirəm. Bu qaydada həmişə onluq say sisteminə keçəndə vurmadır. İstisnasız vurma olacaq. Vurmanın da öz qaydası var. İndi təkrar üstündən keçəcəyik. Amma onluq say sistemindən başqa bir say sisteminə keçmək istəyirəmsə, bax bu qaydada. Məsələn, ikiliyə, 8-liyə, 16-lığa keçmək istəyirəm. Onda bölmədir. Bunda da istisna yoxdur. Məsələn, mənə bir rəqəm verilib, deyib ki, 53 rəqəmidir də, düzdür, daha doğrusu ədəd verilib. Deyir ki, 53 ədədini sən çevir 8-liyə. Deməli, nə edəcəm? 8-ə bölə-bölə gedəcəm. Çevir ikiliyə. Deməli, nə edəcəm? 2-yə bölə-bölə gedəcəm.
16'lığa çevirdiysə 16-ya belə-belə gedəcəm. Amma mənə desə ki, ikilikdə bir ədədim var, onu onluğa çevir. O zaman bu qayda ilə vurulacaq. Desək ki, 8-likdə bir ədədim var, onluğa çevir, yenə bu qayda ilə vurulacaq. Sadəcə bax bu formanı yadında saxlasan, avtomatik orada sənin yadına düşəcək ki, hə, onluqdan keçəndə bölürəm, onluğa keçid eləyəndə vururam. Aydındır? Əla. İndi gəl qaydaya baxaq. Məsələn, istənilən bir say sistemidir. Sadəcə əsası yazılıbsa, biz bilirik ki, bu hansı say sistemindədir da, ikilik say sistemlərindədir. Və sağdan sola doğru ədədi sıfırdan başlayaraq nömrələyirəm. Səbəb nə idi sağdan sola doğru sıralamağımızın? Aferin, düzdür. Mən əgər soldan sağa doğru sıralasaydım, mən onda sona bir sıfır artırmalıydım və o sıfırı artıranda ədədimiz dəyişəcək. Yəni məsələn təklik isə 100 onluq olacaq, onluq isə yüzlük olacaq. Amma belə olduğu halda sadəcə simvolların sayını artırırıq. Ədədimiz dəyişməyəcək. İndi məsələn hansı qaydada hesablayırıq? Sadəcə ədədimiz, yəni daha doğrusu rəqəmimiz vurulsun, rəqəm vurulsun, əsası üstündəki, yəni bu rəqəmin üstündəki sıra nömrəsi, yəni 5. Yenə üstə gəl, 1 vurulsun, əsası üstündəki sıra nömrəsi. Üstə gəl. 0 vurulsun, əsası, oy, əsası üstündəki sıra nömrəsi. Yəni bu qaydada gedirsən. Üstə gəl. Burada yazmışam. Buradan özün başa düşəcəksən. Sonra yenə bax sıfır, əslində sıfırı yazmasan da olar. İndi bəzi misallar görəcəyik. O misallar bu formada yazılır. Deyir ədədi tap. Və onda sıfırlar yazılmır heç. Amma sən yazmaq istəyirsənsə, daha aydın şəkildə görmək istəyirsənsə, o başqa məsələ. Bax məsələn yazdı. Rəqəm vurulsun, əsası üstündəki sıra nömrəsi. Rəqəm vurulsun, əsası üstündəki sıra nömrəsi və beləliklə davam elədi. Sadəcə burada bilməli olduqların iki üstülərin qiymətləridir və iki üstü sıfırın həmişə bir elədiyi. Vso, bunları bilməlisən və hesablayacaqsan. 2 üstü 5-dən də eləyir 32, 2 üstü 4 16, sıfırı nəyə vurursansa vur sıfırdır, 2 üstü 2 4, bu da sıfır eləyəcək və 1 vurulsun 2 üstü 0, yəni 1-ə, bu da eləyəcək 1. Cavab eləyir 53. İndi bunu bildik. Tutaq ki, mən deyirəm bu 53-ü sən çevir, təzədən ikilik say sisteminə. Onda neyniyəcək Raysa? Aferin. Ona bölürük, yoxsa? Aha, yəni mən onluqda bir ədədi istənilən say sisteminə keçəndə, yəni adı nədirsə ona bölürəm. İkilikdirsə 2-yə bölürəm, 8-likdirsə 8-ə bölürəm. Və məsələn, bunda da qayda necə olacaq? Gəl görək burada yazılıbmı? Yox. Burada göstərəcəm. Deməli, 53 onluqdadır. 2-liyə keçmək üçün bölürəm. 2-yə böldüm. Bu eləyəcək. Deməli, bizdə eləyir 26 səhv eləmirəmsə, bu da eləyəcək 52. Qalığım nə qaldı? 1. Qalıqları yazmalıyam mən ora. Sonra yenə 26 bölünsün 2. Bu bizə verir deməli 13, 26, 0. Yenə qalığımızı yazacağıq. Mən bunların altından xətt çəkim biləsən. Bir dəqiqə qırmızı ilə çəkeyim. Ya da sonda çəkərəm. Sonra 2-yə böldüm. Qaldı burada 12, 6. Bu 12, 1. Yenə davam edirəm. Ta ki bölünməyənə qədər. Yəni elə eləməliyik ki, həmin o ədəd ya da ki rəqəm həmin say sistemində yerləşə bilsin. Məsələn 6 qalıb, düzdür? 6 ikilik say sistemində mümkün deyil axı. Ona görə hələ də belə-belə gedirəm. Burada sonra 3, yine 6, qalığım qaldı 0. Sonra yine 2, burada oldu 1, 2, bu da 1. Artıq 1 ikili say sistemində mümkündür və 1-i artıq 2-yə bölə bilmirsən axı. Və sən burada yenə sağdan sola doğru sıralayırsan. Bax bunu götürəcəksən. Bu və bunlar. Çox sağdan sola doğru sıralayıram. 1, 1, 0, 1, 0, 1. Baxaq görək həmin ədəddirmi? Çox qaydamız budur. Aydındır?
Əla. İndi, indi keçdik 16-lıqdan 10-luğa keçməyə. Yenə istənilən say sistemindən 10-luğa keçirəm. Deməli, nə edəcəm? Aferin, vururam. İndi bu dəfə sadəcə əsasında fərqliliyi var. Bu da 16-dır. Bayaq əsası 2 idi deyə həmişə 2-nin üstündə yazırdım. Amma bu dəfə əsasımız 16-dır deyə 16-nın üstündə yazıram. İndi yazacağam 2, yəni rəqəmim vurulsun. Əsası üstündə sıra nömrəsi. Sonra yenə rəqəmim, mənim artıq burada C-yi açıq şəkildə yaza bilərəm. Bax, burada yazılıb. 12 vurulsun 16 üstü 1. Yenə sonuncu rəqəmim 7 vurulsun 16 üstü 0. 16 üstü 0 da bizə 1 verdi. Bunların sadəcə hesabladıq. İndi ya biz bunun tərsini eləyək. Məsələn, məsələn yox, elə həmin ədədi yazıq. 711. Mən 711 ədədini onluğa neçə keçirə bilərəm? Afərin. Amma nəyə? Daha doğrusu mən onluq aha, mən sözü səhv dedim. Onluğa çevirmirik. Artıq onluqda da 16-lığa çevirməliyəm. Deməli 16-ya bölə-bölə gedirəm. Deməli 16-ya böləndə bu eləyəcək bizdə deməli 4 5 4 dəfə 4 eləsəm 24 64 64 eləmir. 64 hə, bunu deyirsən. Tamam. Bu bir dənə bunu şey eləyim. Deməli burada neçə qaldı? 64 eləyir. Hə, все düzdür. 44. Sən bunu yazdın. 64 0. Mənim qalığım qaldı 0. Sonra yenə. Çünki 44 ədədən altılı say sistemində mümkün deyil axı. Yenə bölürsən 16-ya. Deməli burada bu dəfə yəqin ki 3 dəfə olacaq. 8 heç 3 dəfə də eləmir. 2 dəfə oldu. Hə. 2 dəfə 16, 38 eləyir də səhv eləmirəmsə. Yox, 32. Burada da qalıq qaldı 12. Aha. İndi yenə sağdan sola doğru qalıqlarımızı götürəcəyik. Hansında? Ya burada birdir. Mən bunu səhv yazmışam. Yəni, deməli bundan çıxanda heç bu eləmir axı 71 eləyir. 71 eləyir bu. Çıxanda 7 qalır. Gözü təzədən düzəldim. Hı -hı. Bax burada 7, 1 qaldı, düzdür? 4-ü 16-ya vursam bu eləyir 64. Yerdə qalır neçə? Deməli 7 qalır da. Düzmü yazdıq? Hə, işte, bu dəfə düz yazdıq. İndi bunların sadəcə yerdə qalan qalıqları götürürəm. Sağdan sola doğru 2, 12, 7. Yəni 2, 12 nəyə bərabər idi? Aha, S, bir də 2, hadi düz yazdım 7. Çox bu qaydada. İndi yenə keçdik. Artıq bunu bildin. Onluqdan istənilən say sisteminə belə-belə getmə. Sən istənilən say sisteminə də vura-vura getməz. Bunları bildik. İndi burada sadəcə bir neçə məqam var. Gəlin də onlara baxaq. İndi onluğa keçmə yoxdur. Yəni biz öz dilimizə keçirtmirik, nə də öz dilimizdən başqa yerə keçirtmirik. Bu dəfə ikilikdən 16-lığa, 16-lıqdan ikiliyə və yaxud ikilikdən 8-ə, 8-likdən ikiliyə keçid qaydası. İndi baxaq. Məsələn, ikilikdə bir ədəd verilib. Burada lap bu olmasın, başqa bir rəqəm deyək gəl biz. Bax ki, yazılıbdır 1, 0, 1, 0, 1, 1, 0, 1. Məsələn, belə bir ikilikdə ədəd verilibdir. Mənə deyir ki, bunu 16-lıq say sisteminə çevir. Mən ümumiyyətlə 16-lıq say sistemində bilirəm ki,
16 2 üstü 4-ə bərabərdir, düzdürmü? Yəni bir simvolun həcmi 4 bitdir. Bu nə deməkdir? Bir simvolda 4 dənə sıfır bir ola bilər. Başa düşdün bunu? Aferin. Sağdan sola doğru 4-4 ayırıram. 1, 2, 3, 4. Ayırdım. Sonra bunu indi yazdım. Onun səbəbini deyəcəm. Sonra yenə 1, 2, 3, 4. İndi tutaq ki, burada məndə 1 yazılıbdı da. Mən bunu 4 sıfırın düz 3 dənə sıfırı qeyd edirəm. İndi mən bunu 16-lığa çevirmək üçün mən bilirəm ki, 16-lıqda ədəd maksimum 15-dir də, düzdür? Maksimum ədəd 15-dir. Deməli, hansı rəqəmlərsə toplayanda elə eləməliyəm ki, cəmi maksimum 15 ola bilsin. Bu da 8, 4, 2, 1-dir. Sən indi soruşacaqsan ki, bunun yerinə başqa rəqəm yaza bilərəmmi? Yox. Qayda 8, 4, 2, 1 olmalıdır. Çünki 2-nin üstü qüvvəti şəklində bunları yaza bilərsən. Yəni 2 üstü 3, üstə gələk 2 üstü 2, üstə gələk 2 üstü 1, üstə gələk 2 üstü 0. Qaydamız budur. İndi sən buradan yazırsan 8, 4, 2, 1. Yenə 8, 4, 2, 1. Yenə 8, 4, 2, 1. Bunu yazandan sonra harda ki sıfırlar var, onları sil. Çünki heç bir əhəmiyyəti yoxdur. Deməli, bu da getdi, bu da getdi, bunlar da getdi, bu da getdi. Vso. İndi harda ki bir qalıb, onları toplayacağıq. Yəni, məsələn, belə düzünü də yaza bilərik. Burada bir qalıb, düzdür? Üstündəki nədir? Bir. Yazdım üstündəkini. Bax, bunu yazdım. Sonra burada 2 dənə bir qalıb. Birinin üstündə 8 var, biri də 2 var. Toplayanda 10 eləyir. Mən onun nə ilə ekvivalentləyə bilərəm? 10 neçədir? A. Şu yazdım buradan A. Sonra burada yenə 3 dənə bir qalıb. Üstlərində 8, 4, 1 var. Bunları toplamaya neçə verir? 13. 13-ün ekvivalenti nədir? B. Всё, mənim nəticəm budur. İndi baxaq, buradakı misala baxaq. Buradakı misalda da həmçinin deyir ikili say sistemindən 16-lıq say sisteminə keçir. Yenə sağdan sola doğru mən avtomatik 4-4 sıralayıram. 2-likdən 8-ə keçəndə 3-3 ayıracaq. 16-lıq amma 4-4 ayıracaq. Səbəb bəli, düz. Səbəb nədir? Gəl baxaq. 8-likdə neçədir? 200. 200. Aha. Maksimum ədəd neçədir? Aha. 7-yi də 4, 2, 1 şəklində yaza bilirəm də, düzdür? 16-lığı da burada izahını verdik ki, simvolların sayı 4 bitdir. Yəni 4 dənə 0 1 ola bilər. Maksimum 15-dir və 8 4 2 1 qaydasını hesablayırıq. Aydın? Bəli, tam doğru. Tam doğru. Bax, ya baxaq görək burada varmı? Yox. Eybi yoxdur. Orada misal göstərəcəm, ondan işləyərik. Əsas odur, başa düşdünmü? İndi belə bir qayda var. İndi sən tutaq ki, bunu çevirdin. Okey, bunu başa düşdük. Bəs mən bunu tərsinə eləsəm. Yəni 16-lıqdan 2-liyə keçirsəm, onda necə olur? Gəl indi onu hesablayaq. Silim. Aha, aferin. Belə yazaq da, gəl. Məsələn, bunları yazaq. Sadəcə bilirəm ki, burada var 7, B, 5. Bunlar var da məndə. Bunlar 16, bu 16-lıq say sistemindədir. Mənə deyir ki, bunu çevir ikilik say sisteminə. Onda nə edirəm? Bax, belə bir işarə çəkirəm. Xaça bənzəyir biraz. Deməli, yazıram buradan. Hansı rəqəmlər idi? 8, 4, 2, 1. Bunu yazdım. Hansı rəqəmlərin cəmi mənə 7 verir? Aha, oradan 1 yazıram. Lazım olmayan altından 0 yazıram. Hansı rəqəmlərin cəmi mənə B-yi, yəni 11-i verər?
Aha, deməli 8, 2, 1, 4 lazım deyil deyə 0 yazdım. Hansı rəqəmlərin cəmi mənə 5-i verər? Vsyo, bir yazdım. Qalanlar lazım olmadığı üçün sıfır yazdım. İndi düzürəm. Sıfır, bir, sıfır, bir, yenə sıfır, bir, sıfır, bir. İndi bax, eynisi alındı yoxsa yox? Bəli, bəli. Burada, yəni burada düz formadadır. Yuxarıdan aşağı doğru düzəcəksən. Başa düşdün? İndi biz bu sınaq yox, sınaqda bilməm var idi amma birinci öz testlərimizə baxaq, o testlərimizdə olmalıdır. Bunların izahını verəcəm. Deməli, keçək testlərimizə. Deməli, dedin ki, 40-a qədər işləmişəm, düzdür? Bunu keçək. Aha, 40-a qədər. Bura qədər işləmişəm, düzdürmü? Əlbəttə baxaram. Okey. Deyir ki, şəbəkə ilə ötürülməzdən əvvəl informasiya kodlaşdırılır ki, informasiyanın həcmi 20% azalır. Əgər informasiya bax burada ya birinci belə eləyək də. Deyir ki, əgər informasiyanın ya birinci buna baxaq. Deyir əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 6 megabit bölünsün saniyə olarsa, İlkin həcmi 80 megabayt olan faylı kodlaşdırdıqdan sonra ötürmək üçün neçə saniyə tələb olur? Gəl birinci bunu hesablayaq. Ümumiyyətlə yazanda nə yazmısan? Necə yazmısan? Yazmısanmı yoxsa necə başa düşmədim? Aha, düzdür. 60-a düşür. Niyə 6-ya bölürsən ki sən burada onu? Bax, birinci ölçü baytlarını eyniləşdirməlisən, düzdür? Bu megabitdir, bu da megabaytdır. Bax, sən dedin bu 60 megabayt oldu. Və sən bunu çevirməmisən axı. Aha, 8-i vuran neçə eləyəcək? 80. Cavab 80-dir. 80 mi çıxıb? Vsyo. Sadəcə sən orada çevrilməni həll eləməmisən. Sonra hansı sualın var? Hansı sualdır ümumiyyətlə o? Aha, qaydasını bilirsən. Deyir, eyni simvolların sayı, yox, məsələn, birindən eynidir. Amma yox, birinci və üçüncü iki eyni. Ha, okey, eyni sual dediyi üçün bircə saniyə qoy mən bunu dəqiqləşdirim, burada yazım. Deməli neçə deyir ki, baytla deyir 8 8-dir. 2 4 6 8. Buradan 2 4 6 8 buradan 2 4 6 8 buradan 2 4 6 8 İnşallah ki düz hesabladım. 2 4 6 8 2, 4, 6, 2, 4, 6, 8. Vsyo. İndi eynilərə baxıram. Budur. Bir də budur. Vsyo, qalan heç bir dənə cavab birdir də. Bir dənə eyni simvol var. Cavab nə çıxıb? Yox, bir dənə.
Bax, məsələn, bir dənə toparlayaq. Müxtəlif deyəndə deyirsən ki, ə, birini götürürsən də, düzdür? Məsələn, iki dənə eynidirsə birini götürürsən. Təkrarlanmayan deyəndə də əslində müxtəlifə oxşuyur. Ə, yox, təkrarlanmayan deyəndə, məsələn, tutaq ki, A, B, C yazılıb, bir dənə də B yazılıb. Onda B-yi götürmürük. Deyirik ki, burada iki dənədir. Yəni A, C təkrarlanmayıbdır. Amma bircə saniyə. Amma eyni simvol deyəndə neçəsi eynidir. Hə, okey, iki dənəsi eynidir. Amma cavabı yenə bir verəcək də. İki dənəsi eynidirsə, simvolların sayını tapın. İki dənəsi eynidir. Okey, iki dənə cavab iki dənədir. Hə, düz iki dənədir, bir deyil. Ağzımızda deyirik də əslində. Deyirik ki, iki dənəsi eynidir. Hə, iki götürəcəksən. Bir götürsən, uca deyirsən ki, biri eynidir. Bir dənə eyni ola bilməz axı. Okey. Sonra hansı məsələn var? Deyir ki, bir işçi haqqında məlumat 2048 simvoldur. Onda 8192 sayda işçi haqqında məlumat neçə dənə 2 megabaytlıq diskə yerləşdirmək olar? Bir işçi haqqında bir işçi məlumat 2048-dir. Onda 8192 sayda işçi. İşçilərimiz buradadır da. Burada da yazırsan ki, 8192. Məlumatı bilmirsən. Deyirsən ki, X-dir. Məlumatın neçə megabayt olduğunu bilmirsən. Amma bu neçə idi? Simvol. Daha doğrusu neçə simvol? Bu simvol saydı, bu işçi saydı. Bildin bunları nəyə yazmışam? Bax, bir işçi, 8196 92 işçi. Alt-alta yazdım mı? Burada da neçə dənə, birinə neçə dənəsi düşüb, 8192-yə neçə dənəsi düşüb, onu yazıram. Bunu indi gəl hesablayaq. Tənasübdə bilirsən ki, çarpazdır. Sadəcə burada nə edəcəksən? X-in bərabərdir. 2048-i səndə verir 2 üstə 11 vurulsun. 2000, 8092 isə 13-dür. İndi sən bunu hesablayanda bu eləyir ki, 2 üstü 25. Düzdürmü? İndi səndə megabayt verilib deyəcək. Biz bunu megabayta çevirək. Megabayta çevirəndə deməli biz nə edirik? Aha, baytdan megabayta keçirik. Kiçikdən böyüyə keçirik deyə bölürəm nəyə? Hı -hı. Aha. 2 üstü 20'ye. Mən də bunları ixtisar aparanda bu neçə edir? 2 üstü 5 32 edir. Düzdürmü? İndi sənə deyir ki, 32 simvol neçə dənə 2 megabaytlıq diskə? Okey, düzdür, düzdür. Mən səhv hesabladım. 2 üstü 4'ün bizə neçə verdi? 16 verdi. Hı -hı. 16 da neçə dənə 2 megabaytlıq diskə yerləşə bilər? Şurada cavab 8 çıxmayıb. Şu, başa düşdünmü siz əhəmiyyətini? Hı -hı. Sonra hı -hı. Tamam. Burada da səhv eləmirəmsə oxşardı. Dən baxaq. Deyir ki, işçilər haqqında ümumi məlumat 128 kilobayt yaddaşı əhatə edir. Hər bir işçinin məlumatı, bir dənə işçinin məlumatını verib burada. Gəl bunu hesablayaq. Bir dənə işçinin məlumatı 32 sətir, hər sətirdə 128 simvoldan ibarət. Ki bunu 2 üstü şəklində yazaq. Deməli, 2 üstü 5 vurulsun 2 üstü 7. Bu səndə bir dənə işçinin məlumatıdır.
Deyir ki, müəssisədə neçə əməkdaş işləyir. Sən bunu ki, deyir, işçilər haqqında ümumi məlumatı mən bilmirəm. X-dır. Bax belə yazaq da, gəl. Deməli hardan yazım? X-ım 128 kilobaytdır. Müəssisədə neçə əməkdaş var? Birinə də düşübdü bu qədər həcm. Yəni 210. 210-un da deməli səndə neçə verir? Bayıtdır da bu. Hər işçinin nə? 210'u 205, 200, 10 değil. Yine mən riyaziyyatımı işə saldım. Deməli 212. Düzdür? Aha. Çünki mən işçinin sayını bilmirəm axı. Bəli. Başa düşdün əsas əhəmiyyəti? Aha. Onu elə yazaq gəl. Deməli 207, 200. Bəli. İxtisarım aha. Deməli 200 onu vurdum. 205'imdə 32'dir. Başa düşdün? Sadəcə birinci qurmaq deyə. Birinci məsələn özündə qur. Denən ki, məsələn bir işçiyə bu qədərdirsə, ümumi işçiyə də bu qədərdir. Sadəcə tənasıb qurub hesablayacaqsın. Burada çevirmədən başqa heç nə yoxdur. Başa düşdünmü? Bunu məsələn 42 izah eləmişdim keçən dərs. Sınaqda var idi, quizin içində var idi. Bax məsələn, birinci buna baxırsan, ölçü vahidi nədir? 8000 bit bölünsün saniyədir, düzdürmü? Sən bilirsən ki, burada baytın var, bir dənə saniyən çatışmır. Neyniyəcəksən? 8000'in bərabər nə? Aha, sadəcə 8000 bit bölünsün saniyə bərabərdir. 72 minini bölürsən saniyəyə. Səndə neçə nə deyir saniyəni? Bu qaydanı sadəcə hesablayacaqsan. Bir dənə çevrilmən var yenə. O baytdır. Mhm. İxtisarını aparıb yəqin 70-i ala biləcəksən. Başa düşdün əsas? Bu ölçü vahidlərinə baxırsan. Sonra burada deyir ki, skaner bir saniyədə kompüterdə 4 kilobayt informasiya daxil edir. Deyir ki, əgər hər bir səhifədə 48 sətir, hər sətirdə isə 128 simvol olarsa. Skaner, bəli. Bax, sən deyir ki, bax bir saniyədə bu qədər məlumat ötürür. Sən bu məlumatların hamısını bir-birinə vuracaqsan. Bu bir saniyədə olandır. Bəs deyir 10 dəqiqəyə olan nədir? O da qısadır. Sadəcə tənasüb quracaqsan. Başa düşdün əhəmiyyətini? Məncə sən diqqətlə baxsan, əslində məsələləri həll edə bilərsən. Sadəcə sən diqqətlə baxmamısan bu məsələlərin heç birinə. Bax, gəl yazıq. Deməli nə deyir? Ümumiyyətlə nə başa düşürsən burdan? Qoy bir də mən bunu kəsim, kənara atım. Bu hesablamağa yerimiz olsun. Nə başa düşürsən, Raysə burdan? Hı? Aha. Necə yazarsan? Bax, bax, nə danışırsansa onu yaz. Nə danışırsan onu yaz. Deyirəm, bax bir saniyədə neçədir? Kompüter 4 kilobaytdır. Bunu yazdın. Düzdürmü? Deyir ki,
Əgər hər bir səhifədə 48 sətr qeyd elədim bunu. Hər sətirdə 128 simvol olarsa, skaner 10 dəqiqəyə kompüterə neçə səhifə daxil edir? Biz bunu harda hesabladıq? Aha, 10 dəqiqə yazdım. 10 dəqiqəni da saniyə çevirə bilərsən də. Aha, 60-a vuranda da bu neçə eləyəcək? Mən bunu yazdım. Aha, aha. Nəyə əsasən dedin onu? Aa, düzdür. Düz demişsən, amma niyə dedin? X-i tapdın da. 2400 kilobayt. Aha, bu nədindir? Hı hı. Aha. Onda səhifəni soruşursa, mənim sətrim var, simvolum var. X-ım vurulsun 48-ə. Bu da nəyə? Şu. Gördün mü? Heç nə demədim, özün hesabladın. Sadəcə məsələni düzgün oxumursan. Məsələni düzgün oxuyandan sonra o beynində formalaşır. Bir də yadında saxla, məsələni oxuduqca bir yerdə qeyd elə nəyisə. Qeyd eləyəndə gözün görür axı, başa düşürsən ki, orada nə edirsən. Sonra bax, bayaq hesabladığımızdır. İndi bunu mənim üçün hesabla de. Bir də mən bunu çıxım. Bunu az öncə bunu işləmişik. Sən demə yazıram burada. Aha, 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 aferin. Sadəcə yerini düzgün yaz. Aha, x olur. İndi sən x-i tapmalısan. X-in bərabərdir. Gəl belə eləyək də. Bunlar səndə baytlardır. Sən bunu gəl istəyirsən indidən meqabayta çevir. Yəni 3072 vurulsun 9216 neynirsən? Baytdırsa böyük, kiçikdən böyüyə nə etməliyəm? Kiçikdən böyüyə nə edirdim? Aha, yəni neçəyə? Aferin. 220-yə bölürəm. İndi gəl bunun içindəkilərə baxaq. Bu 3072 3 vurulsun 1024-dür. Düz deyilmi? Bax, buradan da yazıram. 3 vurulsun 1024. Gəl belə yazaq da. Ki sən aydın başa düşəsən. 3 vurulsun 1024. İki üstü şəklində də yaza bilərdim. Sonra vurulsun 9 vurulsun 1024. 9 vurulsun 1024. İndi ben aha bunu da çıxdım. 3 dəfə 9 neçə elədi? 27. İndi sən nə deyir? Hı. Ha, indi sənin 27 meqabayt məlumatın var. Deyir ki, bu işçilərin məlumatını yadda saxlamaq üçün bizə neçə 2 meqabaytlıq disk lazımdır. Mən bunu 2-yə böləndə məndə neçə düşür? 13 tam neçəsə düşür də. Bəli, bəli. Çünki 14 götürürük. Səbəb nədir bilirsən? Bax burada tamda var. Tutaq ki, bax məsələn, mənim mən necə deyim, bax mənim bir dənə videom var da, düzdür? Bu videonu ya da ki bir məlumatım var. Bu məlumatım 10 neçə deyim, məsələn 17-dir. Hər bir diskin həcmi də 2 meqabayt. 17-ni 2-yə bölündə neçə düşür?
8 tam neçəsə. İndi mən bunu 8 dənə bundan çəkirəm. Bax, 3, 3, 6, 7, 8. Bunu da çəkdim. Amma mən bu 8 tamın yanında o rəqəm var. Bəs bunu da yerləşdirməliyəm axı. Onu hara yerləşdirim? Ona görə mənə əlavə bir dənə də disk lazım olur. Əslində bunu səhv çəkdik. Deməli 17, 8-i yazmamalı idi. Düz yazdım, düz yazdım. Yox. 9 dənə disk lazım olur. Başa düşdünmü niyə? Çünki tamı yerləşdirmək lazımdır axı. Əsas başa düşdünsə keçək başqasına. Dəqiq başa Bəli, vsyo. Sonra, məsələn, bunu keçən dərs demişəm. Məncə bunu artıq deməyin ehtiyac yoxdur. Özün baxacaqsan hamısına, özün başa düşəcəksən. Bunların hamısı əlifbadır. Əlifbaların üstündən keçirəm, çünki demişəm keçən dərs. Bax, bunlar deyilibdi. İndi buna baxarıq. Bu da deyilibdi. Gəl məsələn bu fakültədəki tələbələrin sayı, nə bilim, səhifə sayı, sətr sayı bunlar var ki, buna baxaq. Sən de mən yazıram. Deyirsən? Mən bunları bilirəm. Bax, gəl bunu deyək. Aha, aferin. Mən yazdım. 2 üstü 3 vurulsun. 2 üstü 5 vurulsun. 2 üstü 6. Bu bizə neçə verdi? 11. Bu da 14. 2 üstü 14. Nədir bu? Bayıtdır. Bu nədir? Bu nəyə düşən məlumatdır? Bir nəfərə düşən məlumat 2 üstü 14-dür. 500 nəfərə düşən məlumat nə qədərdir? Aha, aha. 214 vurulsun 500 var. İndi mən buna baxıram ki, bu megabaytlıq diskdən söhbət eləyirsə, mən deməli bunu megabayta çevirə bilərəmmi? Aha, megabayt aha, 220-yə bölsəm, ixtisarlarımı aparıram burdan. Burada 206 qalır. 500-ü bölsəm 64-ə neçə düşür? Ha, qeyd da 7 tam neçəsə düşür. İndi mənə nə deyir? Deyir ki, 750 megabaytlıq diskə neçə dəfə yazmaq olar bunu? Burada bir dəqiqə bax, burada 7 tam neçəsə olmağı əslində düzgün deyil. Nədəsə səhv yazmamışıq. Tələbələrin sayı 5 nəfərdir. Tələbənin hər biri, yəni bir dənəsi 8 səhifədən, 32 sətirdən, 64 simvoldan ibarətdir. Yəni mən birinin həcmini tapdım. Bu da bizə verdi 2 üstü 3, 2 üstü 5, 2 üstü 6. Neçə elədi? 2 üstü 14. 8, 6, 14. Okey. 500'e neçə düşdü? 500'e də mən deyərəm ki, x-dır. Deməli, mən megabayta çevirsəm, bunların hamısı nədir? Aha, aha, baytdır. Deməli, ixtisarlarımı apardım. PK.
Harda səhv eləyirik. Bəli, baxın buna. Ki belə eləyək də, bircə dəqiqə. Bunu mən çevirsəm əvvəlcədən, kilobayt çevirək məsələn. Mən bax burada sayı kilobayt çevirsəm 8, 210. Yığsar aparanda neçə eləyir? 4 qalırmı? 2 üstü. Yox. 11, 2 üstü 4. Bu 16-dır. Gəl belə yazaq da, 16 şəklində yazaq. Çünki çox böyük alındı. O da bizi çaşdırdı. Nə bilim nəysə elədi. Ha biz bölmüşük axı. Vurmalı deyilik. Yox, onu demirəm. Bunu bölmüşdük axı biz səhvən. Vurmalı deyildik bunu. Biz bayaq bölmüşük. Səhvən. Biz bölmüşük axı orada. Vurmalıydıq. Ya da bilmirəm, nəsə səhvə yol vermişdik. 16-yı 500-ə vursam məndə neçə eləyir? 16, 5, 0, 3, 8. Başa düşmədim dediyini. 500 vurulsun 16 vurulsun 2 üstü 20. Ha, 200, mən kilobaytı çevirmişəm də. Neyin sən ki 2 üstü 20-yi? Bax, bir dənə gözlə. Gəl toparlayaq biz bunu. Mən düşün ki, bunları deməmişik. Bir dənə mən nəyə görə bunu kilobayta çevirdim? Ona görə ki, çox böyük ədəd alındı. 500 var axı burada. Bax, sən sadəcə bunu bildin ki, bir simvola, yəni bir işçiyə, hətta doğrusu tələbəyə düşdü 8 vurulsun 32 vurulsun 64. Yəni 2 üstü 3 vurulsun 2 üstü 5, o da vurulsun 2 üstü 6. Ay biraz əyri get. 2 üstü 6. Bu bir tələbədir. Buradan yazıram bir tələbə. Sonra mən bilirəm ki, deyir ki, bu 500 nəfər. 500 nəfər tələbəyə X-dır. Bunu bildinmi? Bura qədər aydındır deyə düşünürəm. Düzdürmü? İndi məndə bu ədəd böyük ədəddir də. Mən bunu meqabayta bir dəfəlik çevirə bilmirəm. Çünki onda çox biçiləcək. Ona görə gəl kilobayta çevirək ki, hesablamamız daha rahat olsun. Mən bunu kilobayta çevirəndə məndə neçə eləyir? Bax, 2 üstü 8, 6, 14 eləmirmi bu? Kilobayta çevirəndə 2 üstü 10-a bölürəm. Bunu başa düşdünmü? Burada da qaldı 2 üstü 4, yəni 16. Bunu da başa düşdün? Aha. İndi sən çarpaz olaraq vurursan da 1 vurulsun x bərabərdir. 500 vurulsun 16. Bunu da bildinmi? İndi səndə x-in qiyməti neçə eləyir? 16-yı 500-ə vuranda. Yəni mən sənin artıq işini asanlaşdırmışam da. 2 üstülərini yazmırsan. Aha. Bu elədi 8000. İndi sənin 8000 kilobayt məlumatın var. Düzdürmü? Deyir ki, 750 megabaytlıq diskə sənin bir dənə diskin var. Bu da 750 megabaytdır. Deyir bu 8000 kilobaytlıq məlumatı neçə dəfə yaza bilərsən? Aha, çevir. Megabayt gəl kilobayta çevirək, çünki burada nəsə tam alınır. Amma 700 megabaytı kilobayta çevirsəm neçə eləyər? Vursam. Gəl belə eləyək, bax. Deməli mən deyirəm ki, 750 megabaytım vurulsun. Kilobayta keçirəndə 1024-ə vururam. O da bölünsün 8000-ə.
Okey. İndi mən burada düzdür, ədədimiz böyükdür. Amma neyniyək? Zaten məsələnin özü də böyük idi. İxtisarlarımı falan aparsam, gəl aparaq. Hesabladın uje? Aha, aha. 128. Burada neçə qaldı? 100. 25 ixtisar aparsam. 3. Burada 4. Bununla da bunu ixtisar aparsam. Neçə qalır burada? 32. 32-ni də 3'e vursam 96. Yəni deyir neçə dəfə yazma olur? O 96 dəfə yazma olur. Düzdür, biraz şeydir, uzun məsələdir. Amma elə də çətin məsələ deyil. Sadəcə rəqəmləri böyükdür. Başa düşdün? İstəyirsən, yəni onsuz rekordda var, bu başqa məsələ. Amma istəsən SS götürə bilərsən ekrandan ki, yəni məsələn çətinlik çəkəndə baxmağın üçün. Götürmək istəyirsən? Hə. Sonra məsələn bunu demişik, bunu bilirik. Sonra bax bu. Bunu bilirsən? Ya izah eləyim? 52. Toplayırsan niyə vurursan ki? 100 simvol 96 60. Üçünü də bir-birinə toplayırsan, все. Amma nəyi nəyə bölürsən o var. Bax 3 dənəsini toplayanda. Aha, aferin düz. Düz. Все. Məsələ qurtardı. Sonra bunu da bilirsən məsələn artıq bit bölünsün saniyyə. Sən artıq bilirsən ki, sadəcə həcm tapmalıyam. Mən bunu bu bərabərdir həcm, yəni burada neçə deyir? Neçə kilobayt? Yəni x kilobaytım bölünsün 5-ə. Sadəcə burada hesablamam var. Başqa da heç nə yox. Qayda budur bunda. Sonra baxaq. Yəni ekran kəsin. Deyir ki, ASCII kodlaşmasında 1069, daha doğrusu 1.69 megabayt həcmi malik olan mətin 1.44 megabayt tutuma malik disklərə köçürülüb. Birinci diskin tam dolduğunu nəzərə alaraq, ikinci diskə köçürülmüş simvolların sayını tapın. Deməli deyir ki, ASCII kodlaşmasında 100, daha doğrusu 1.64 megabayt həcmə malik olan mətnim var. Və 1.44 megabaytlıq tuma malik olan diskə köçürülüb. Mənim bir dənə diskim var. Bunu belə çəkək. Bunun həcmi 1.44 megabaytdır. Mən bunu deyir, neçə disk köçümü, neçə simvolların sayını tapın deyir. Deyir mən bunu, yəni bu diskə 1.69 megabaytlıq həcmi olanı yerləşdirmişəm. Onda neynirəm? Aha, nəyə bölürəm? Düz dedin də nəyə bölürəm? Əslində bölmə deyil burada. Çıxmadır. Çıxma. Bax deyir ki, mənim məlumatım var, mənim diskim var. Düzdür? Mənim diskim bu qədərdir. Mənim məlumatım
Aha. Hə, vəsə, nə sən düşün bir dənə. Aha, səndə neçə qalıb? 0,25 megabaytın qalıb, düz deyilmi? Bu 0, aha. Bu neçədir? Megabaytdır. Deyir ikinci diski. Aha, da baytı çevirəndə nə edəcəm? Aha, olsun 220. Şu, bəli, düzdür. Başa düşdün? Sadəcə düşün, sadəcə düşün. Başqa heç nə lazım deyil. Bayaqki skaner məsələsinə oxşuyur. Bunu özün işləyərsən. Bu da düşünərəm ki, onu işləyə bildinsə, onun üstündə bir dəfə də keçərsən, onu işləyə bilsən, avtomatik bunu da işləyəcəksən. Eyni şeydir. Sadəcə bir skanerdir, bir də printerdir. Bunları da biləcəksən. Bu da printerdir. Buna baxarsan, burada mənim simvoldan ibarətdir. Onu da bayaq demişik. İşıq forke buna bir dənə bax, 61-ə. Bax bu sualın nədir? Deyir ki, siz işıqlara yaxınlaşarkən yaşıl işıq yandı. Sonra qırmızı işıq. Sən neçədən məlumat aldın? Sən əgər iki dənə məlumat almısansa, deyir ki, siz neçə bit informasiya aldınız? 2, 2 üssü nəyə bərabərdir? Soda cavab 1-dir. Bir bit. Səndən biti soruşur axı. İki dənə simvolum var. Deyir ki, iki dənə məlumat aldımsa, bu neçə edir? N bərabərdir. 2 üstü n. Yəni mən onun həcmini tapmalıyam. Bu da deyir 2 üstü 1. Yəni bir simvol və bir bit informasiya aldım. Bildin əsas. Bax məsələn 62-yə bax. Özün düşün. Özün düşün. 15-ci mərtəbəsində qalması məlumatı. Hı. Aha, məlumatın 32-dir. Aha, düz. Sonra səndən nəyi soruşur? Tip bit informasiya. Da. Sənə lazım deyil ki, neçənci mərtəbədə dayanıb o. Всё. Başa düşdün? Məsələni diqqətlə oxu həmişə. Və burada da deyir ki, nə deyir burada? Neçə bit informasiya var? Neçə verərsən buna? Ha, sənə fərqi yoxdur. Harada dayanır dayansın. Əsas sənə 16 dənə məlumat verilib. Çox, çox, bəli. Burada da bax məsələn 65-ci sualda səsin hesablanması üçün düstur var ki, o düsturda hamısı bir-birinə vuracaqsan. 16 vurulsun, 16 vurulsun 44. Sonra da bunları bitdi deyil kilobayta çevirəcəksən. Sadəcə vurmadım. İndi keçdik bunlara. Bunları yəqin ki bilirsən, düzdür? Tamam. Onluq say sistemlərindən danışaq. Bax burada da yenə 69-da da bir-birinə vurursan. 32 saniyən bitin vurulsun kilohertzin. Hamısını bir-birinə vurursan, səndə bit olduğu üçün kilobayta çevirəcəksən. Sadəcə bu. Yenə burada da. Bax deyir ki 16 saniyəlik yüksək keyfiyyətli stereo. Stereo deyəndə 2-yə vurursan.
Onun əlavə biri də var. O biri aşağı səviyyəli, aşağı keyfiyyətli. Onda da sadəcə 1-ə vurursan. Onluq say sisteminə verilmiş 24 ədədi ikilik say sisteminə necə ifadə olunur? 24'ü ikiliyə keçirsən nə edərsən? Onluqdakı bir ədədi ikiliyə keçirəndə nə edirəm? Aha. Sonra yenə onluqdakı bir ədədi yenə deyir ikiliyə bölə, ikilik say sisteminə keçir. Nə edəcəm? Bəli. Hansı ardıcıllıqla? Soldan sağa yoxsa sağdan sola? Aferin. Sonra məsələn deyir ki, ikilikdən 16'lığa keçirəm. Bunda hansı qaydadan istifadə edəcəm? Hı? Bir simvolun həcmi nə qədərdir 16'lıq say sistemində? Yox. Mən demirəm cəmi nə qədər eləyə bilər. Mən deyirəm ki, bir simvolun bir simvolun həcmi nə qədərdir? Həcmi. Bax, 16 simvollu əlifbada bir simvolun həcmi nə qədər olur? 16 simvollu əlifbada bir simvolun həcmi nə qədər olur, Aysa? Bax, tamam, okey. Gəl təkrar deyək. Deməli, əgər mən sənə deyirəm ki, 16 simvollu əlifba, onda deyirsən ki, 16 dənə simvolum varsa, mənim bir simvolumun həcmi 4 bit. Sonra məsələn deyir ki, 8 simvollu əlifbada neçədir? 2 üstü 3 bitdir. Yəni bu nə deməkdir 4 bit? Yəni 4 dənə 0 və yaxud da birim var. Burada nə deməkdir? 3 dənə 0 və yaxud da birim var. Başa düşdün əhəmiyyətini? Aha. İndi baxaq. Bax, məsələn, mən deyirəm ki, ikilikdən 16'lığa keçim, düzdürmü? İkilikdən 16'lığa keçmək üçün mənim 4 bitim var. Yəni 4 dənə simvolum olmalıdır sağdan sola doğru sayanda. Baxaq, 1, 2, 3, 4. Saydımmı mən bu 4 dənəni? İndi mən bir dənə simvolum var. Deməli, qarşısına sıfırları artıra bilərəm ki, nə olsun? 4'ü tamamlansın. Başa düşdün? İndi mən bunu, gəl bunları tamamlayaq. 3 dənə sıfırı yazdım. Okey. İndi mən hansı qayda ilə eləyirdim 16'lıq say sisteminə keçəndə? Bax, bayaq izah eləmişəm. 16'lıqda maksimum ədəd neçədir? Aha, maksimum ədəd 15'dir. Hansı ədədlərin, daha doğrusu rəqəmlərin cəmi bizə 15 verirdi? Aferin. Aha, yavaş-yavaş yadına düşür. 8, 4, 2 və 1. Çox, bunları bildin. İndi nə edəcəksən? Sağdan sola doğru hamısının üstünü nömrələyəcəksən 8, 4, 2, 1 ilə. 8, 4, 2, 1. Bu da 8, 4, 2, 1. Bunu yazdım mı? İndi sıfırları nə edirəm? Çünki bizə lazım deyil. Birlərin üstündəkini toplayıram. Cavab nə verəcək bizə? Aha. Aha, все, bir B. Cevap oldu bir D variantı. Başa düşdün mü? Aha, bu belə. Sonra məsələn, bir dənə bundan birini də verim sənə. Görüm onu. Aha. Bax məsələn 80. O birislərə qayıdacağam. Bir dənə mənə bunun əhəmiyyətini denən, sən izah elə mənə zəhmət olmasa. Aha, ikilikdən 16'lar. Bir dənə ətraflı izah ver. Aha, hardan hansı hissədən 4-4 bölürəm? Aha. Niyə 4-4 bölürəm? Aha. Səbəb nə idi ki 4-4 böldüm?
Niyə 4 dənə 0 və 1 var? Aha. Niyə 4 dənə 0 və 1 var? 16 dənə simvollu əlifbadsa, bir simvolun həcmi 4 bit deyil. Bəli. Bax, burada bir dənə məsələ görmüşdük ya biz bayaq. Hətta dedik. Məsələn, burada deyirdi ki, nə dedi burada? Deyir 64 simvollu əlifba. Bunu neçə-neçə bölmüşdün? Aha. 8 dəqiq. Aha. Aferin, düz. Ona görə ki, bir simvolun həcmi tapanda 64 bərabərdir 206-ya bərabərdir. Məsələn, burada gözlə, bax burada. Deyir ki, aşağıdakı məlumatlar verilmiş məlumat baytlarla. Baytlar da deyəndə neçə dənə simvol olmalıdır? Mən bir baytında neçə dənə simvol var? Neçə? Aferin, düz. Şu bayt deyəndə 8 dənə eləyəcəm, amma əlifbanı veribsə, sadəcə əlifbada neçə o həmin o simvola düşən həcmi tapıram. Başa düşdün? İndi məsələn 16 simvoludursa, ona görə 4 ayırdım ki, 2 üstü 4-dür o. İndi hesabla. Aha. Dinən, heç nədən çəkinmə. Səhv deyəndə deyəcəksən. Aha. 8, 4 hansı harda yazın? Bax burada. 8, 4, 2, 1. Yenə yazıram. 8-im yoxdur burada. Neyniyim? 3 dənə simvolum var. Neyniyim? Aferin. 0 artırdım. Deməli 8, 4, 2, 1. Yazdım. Neynirəm indi? Aha. Şu cavab oldu C variantı. Başa düşdüyümü? İndi bunun tərsini eləsəm, deyir ki, 16-lıq say sistemində D7 verilib. Bunu necə hesabladım bayaq? Hı hı. Nə xatırlayırsan denən. Heç nədən çəkinmə, səhv deyəndə də düzəldəcəyik. Aha, yazdım D7. Sonra nə edirəm? Aha, belə bir işarə çəkirdi. Yazırdıq 8, 4, 2, 1. Sonra nə edirdim? Düz deyirsən. Aha. Sərə. Aha. 8, 2, 1'in. Onda mən buna 0 atıram. Çünki bunu lazım deyil axı mən. Ona görə 0 yazdım. Sonra aha. Aferin. Sonra indi mən cavabı nə yazacağam? Bəli. 0, daha doğrusu 1, 0, 1, 1, 0, 1, 1, 1. İndi baxaq görə hansıdır? Səhv yazmamışıq. 1, 0, 1, 1. Burada nəyisə səhv yazmışıq. Gəl baxaq. Deməli, A10, B11, C12, D13-dür. Biz nəyə baxırdıq? 12 dedik ya burada. 13 olmalıdır. Aha, burada səhv demişik. Hı hı. Bir burada, 0, 1. Yeri dəyişdi yazmışıq. Aha. İkinci cavab nə olacaq? Burada yerini dəyişdiririk. 1, hı hı. Cavabı tapıram. Məncə B variantıdır. Başa düşdük. Əlasan. Sonra deyir ki, onluq say sistemində verilmiş 22-li bunu biləcəksən. 2-yə bölə-bölə gedirik. Sonra deyir 16-lıq say sistemində verilmiş
A8 ədədini onluq say sisteminə keçirsəm və yazıb ki, A8. A8-i necə onluq say sisteminə keçirərəm? İstənilən bir say sistemindən onluq say sisteminə keçəndə nə edirdi Raysa? Aferin. Necə vururam? Aha. Necə vururum deyib xatırla bir dənə düşün. Aha, 10'dur, düzdür. Gəl açıq yazaq. Gəl belə yazaq. 10, bir dənə də var 8. Bunun əsası da 16-lıqdadır. İndi mən nə edeyim? Hı hı. Xatırladım ki biraz. Deməli sağdan sola doğru sıralayırdım. 0, 1. İndi nə edirəm bəs? Yaxşı. 10 vurulsun. Əsası üstü sıra nömrəsi. Üstə gəl. 8 vurulsun. Əsası üstü sıra nömrəsi. Yadına düşdümü? Bu deyil. Yo yo bu başqadır. Bu sadəcə açıq formada yazmışam. Bax bura bax. Aşağı. Dü. 1 8 bəli. Hı hı. Hı hı. Hı hı. 100. Cevap ne olacak? Şu cevap budur. İndi bir dənə bunun oxşarını mütləq şəkildə baxaq. Çünki istəmirəm burada çətinlik olsun. Görüm varmı ümumiyyətlə? İkiliyə çevrilmədi deyəsin hamısı. Aha, tapdım. 84. İndi 84'ü mənə bircə dəqiqə mən bunu kəsim sonra izah elə. İzah elə zəhmət olmasa. Aha. Ədədim C adı. Aha. Necə vururam? Əsas o qaydadır. Hı. Hansı istiqamətdə sıralayıram 0 və 1'i? Aha, 0, 1, sonra aha, aferin. Hı. Şu cevap ne verecek bize? Deməli ki, belə hesablayaq. 13 vurulsun 16, 2, 1, 72, 200, bəli, 192'nin üstünə 10 gələndə 202 verir. Çox başa düşdükmü? Şu, ümid edirəm bir çətinliyin olmaz. Sonra baxım görüm burada nələr var. Ola bunları uşa bildim. Aha, bax məsələn 90'a baxaq. 90'da nədir? Deyir ki, 32 onluq ədədini ikili say sisteminə yazdıqda birlərin sayı sıfırların sayından neçə vahid az olur? Sadəcə nə edəcəksən? Sən 32 ədədini, aha, bəli. 2'yə belə gedirik. Gəl belə bir yerdə. Sən demə yazım. 32. Bircə saniyə mühasibəsi oldu. Hı hı. Deməli. 2 neçə oldu? 16 bölədi 32. Sonra
Hı hı. Hı. Deyir ki, birlərin sayı sıfırların sayından neçə vahid az olar? Dəqiq. Bir, hə, düz. 4. Çox. Sonra var burada. Bunlar başa düşəcəksən. Ha, bir də bax məsələn cüt ədəd, tək ədəd söhbəti var. Hansının axırı sıfırla bitir, bu cütdür. Hansının axırı 1 ilə bitir, bu təkdir. Bu çox rahat sualdır. Və görsən, bu təkdir, bu da təkdir, bu da təkdir, bu da təkdir, amma bu cütdür. Normalda bildiyimiz kimi. Niyə həm də? Və düşün ki, məsələn, normalda tutaq ki, mən əgər qiyməti 52 alacaydımsa, üstə bir də gələndə, yəni bir vurulsun 2 üstü 0 gələndə orada artıq 1 eləyir axı. Onda ucu tək ədədə çevrilir. Ona görə 0 olanda cüt, 1 olanda tək olur. Sonra məsələn burada İkili say sistemində yazılır. Sıfırların sayı birlərin sayına 2 dəfə çoxdur. Burada da sadəcə bölmə, vurma məsələsidir. Çünki dəfə deyir. 8-ci say sisteminin əsası nədir? 8-lik say sisteminin əsası nə deməkdir? Çox, cavab 8-dir. İkili say sistemində verilmiş bu ədədi kompüterin yaddaşında nə qədər yer tutar? İkili say sistemində verilib bu ədəd. Aha, çəkinmədən de. Neçə dənə bit var burada? Deməli bu 8 bitdi. Baxıram ki, mənim 8 bitim yoxdur. Vəsə. Sonra burada nə var idi? Ha, bu sualda var ki, bunu da izah eləyim. Bir iki dənə də var. Onları izah eləyim, yekunlaşdıraq. Deməli, məsələlərdə özün bəzilərini buraxdım ki, qoy istəyirəm özün biraz üstündə dayanıb düşünəsən. Çünki mən baxıram, əslində məsələdə sənin çətinliyin yoxdur. Sadəcə fikir vermirsən məsələyə. Deməli, sadəcə burada ardıcıllıqdır. Başqa bir şey yoxdur. Deməli, sənin ardıcıllığın A, B, C, dedi. Düzdür? Bu hərf ardıcıllığında. Uyğunluqda isə rəqəm ardıcıllığın bunlardır. Hamısı ardıcıllıqla altından düzülür. 0, 0, 0, 1, 1, 0, 1, 1. Bu qaydada düzdürmü? Sonra mənə deyir ki, sadəcə bunun yerini dəyişəcəksən. Yəni B, A, C, D olacaq. İndi təzədən dəyişirəm. B, A, C, D. Hər birinin kodunu altından yazıram. B'nin kodu 01'dir. A'nın kodu 00'dır. C ilə D də olduğu kimi 10, 1, 1. İndi mənə nə deyir? Deyir bu ardıcıllığı bu qayda ilə kodlaşdıraraq 16'lıq say sistemində yazılarsa hansı ədəd alınır? Yəni bu ikilidir də, özün görürsən. Bunu 16'lığa çevirmək üçün nə edəcəm? Hı hı. İkilikdə bir ədəddir. Gəl belə səliqəli buradan yazım. 0, 1, 0. Aferin. 4 4 bölürsən. Aferin. Düzdür. 8, 4, 2, 1. Yenə 8, 4, 2, 1. Qələmin rəngini dəyişdirim ki, çaşmayasan. Aha, 4, 11. 11 nə ilə ekvivalentlənib? B ilə ekvivalentlənib. Sıfırları da ona görə sildim ki, heç bir siqnalımız yoxdur da, heç bir əhəmiyyət kəsb eləmir. Cavab oldu, ya var. Başa düşdünmü? Eyvallah. Sonra burada bunların hamısını təkdən dənə-dənə hesablayacaqsan, yaxşı?
Deyir ki, gəl buna baxaq. Deyir 2 üstü n ədədinin ikili say sistemindəki yazılışında olan sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur? Məsələn, 2 üstü n. Bu neçə verə bilərik? Olsun 2 üstü 5. Cüt ədəddir də. Cüt ədəd, bayaq cüt ədəd mi hesabladığımız? Necə yəni cüt ədəd? 2 üstü neçə olursa olsun həmişə cüt ədəd alınmır səncə? Aha, həmişə cüt ədəddir də. Aha. İndi deyir ki, yazılışında olan sıfırların sayı birlərin sayına neçə dəfə çoxdur? Bayaq nə aldın sən orada? Bax, bayaq bir dənə məsələ həll elədik biz burada. Bunlar deyil. Gözdə deyəcək. Aha, sonra neylədin? O, yəni nə deməkdir o? 5-dən 1 çıxmaq nə deməkdir? Aha, budur. Başa düşdün əhəmiyyətini? Bax, 32 2 üstü 5-dir, düzdürmü? Bu 5-dən də bir çıxanda 4 dənəsi nə idi? 4 dəfə daha çox idi da. 4 dənəsi artır. Aha, kesin də. Deyir ki, sıfırların sayı birlərin sayından neçə dəfə çoxdur? Okey, dəfə. Baxaq. Deyən fikirləşək. Deməli, bizə deysə bir dənə ədəd qoy yerinə. Fərqi yoxdur. İstənilən 2 üstü bir ədəd qoy. Olsun, 2 üstü 5 qoyaq. Ki, bunu bir dənə kəsim. Aha. 32-ni bircə dəqiqə mən bir dənə baxım. Bizə dəfə deyir. Ə, şeyə baxmadıq. Dəfəyə baxmalıydıq burada əsas. Bir dənə baxım. 16, 32, deməli 0, 2, 8, 16, 0, yenə 2, 4, 8, 0, 2, 2, 0. En qədər, hə, dəfə deyir. Dəfə deyir, okey. Dəfədirsə, endi əgər deyir nə qədər çoxdur, onda en çıxılsın 1-dir. Başa düşdün? Mhm. Bax sən məsələn bu dəfəyə baxdın, mən baxmadım, uje səhv gedəcəkdi. Sonra, bax həbə gördün, vahid deyil burada. Gördün? Bu onda cavab nə olacaq? Aferin. Sonra, bax məsələn bu məncə asandır. Sadəcə üstündən keçirəm, bir kəlmə deyəcəm. Deyir ki, bu sayda oğlan var, bu sayda qız var. Bu ikilikdir. Mən öz dilimə çevirməyim üçün hansı say sisteminə çevirməliyəm? Aha, hər ikisini də onluq bir ədədə çevirirsən, qızların sayından oğlanların sayı deyir, nə qədər çoxdur saydır. Ya çıxacaqsan, ya da ki, üstə gələcəksən. Nə qədər çoxdur deyirsə çıxacaqsan. Başa düşdün? Bəli. İzahını verimmi? Yazaq mı? İstəyirsən. Tamam. Sonra ikili say sistemində yazılan sıfırların sayı birlərin sayı neçə dəfə çoxdur? Bunu da bildin artıq. Bu da eyni şeydir. Bu bayaqki burada izah elədiyimdən bax. Sadəcə onluq say sisteminə çevirsən hər birini. Sinifdə neçə şagird varsa toplayırsan. O birisində deyir ki, neçə dəfə çox idi. Nə qədər çox idi, onu da çıxırın. Deyir, onluq say sistemində verilmiş 64 ədəd. Neçə bit deyir yer tutur? Nə qədər yer tutur?
Aha, deyib kompüterin yaddaşında. Yəni yox, onu demir. Deyir ki, bu 64 ədədi onluqdadır. Deyir kompüterin yaddaşında neçə bit yer tutur? Yəni mən bunu kiçilik say sisteminə çevirməliyəm ki, görüm nə qədər yer tutur da. Düz deyil. Bəli. Çünki kompüterin yaddaşı həmişə hansı ədədlərdən ibarət olur? Sıfır və birlərdən. Aha, vsyo. Ona görə biz elə hesabladıq. Başa düşdünmü? Hı. 108 də ona oxşayır. Hı? Aha. Çevir. 64-ü ikiliyə çevirmək üçün nə etməliyəm? Aha. Belə-belə gedirəm. Hı -hı. Sonra nə? Aha. İndi kompüter yaddaşında neçə bit yer tutur? Nəsə səhvlik var elə bir sualda. Yox. Dəqiq 7 dənə simvolum var. Hə, onda 7-dir. Hə, vsyo, onda 7-dir. Oradakı sayıları tapacaqsın. Başqa heç. Elə bildim orada deyirsən 6 dənədir. Mən ona əsasən deyirəm, bəlkə səhvliyi var. Sonra məsələn 109-a bax. Belə çətin görünür. Deyirsən ki, burada nəsə P hərfi zat var. Əsası olan say sisteminin ən böyük simvolu nə qədər idi? Bayaq dedik. Aferin, düzdür. Sonra bunlar da rahatdır. Məsələn, niyə bunu deyim? Bunu demişəm əslində keçən dərsdə 111-i. Yoxsa yox? Aha, gər izahını verim sənə bunun. Deməli, deməli nə edirik? X-də isə bu da bir dəyişəndir də. Sadəcə naməlum dəyişəndir. Yəni X dəyişənidir. Mən bilirəm ki, onluq say sistemi bu onluqdur, bu x-lıqdır. Onluq say sisteminə çevirməliyəm. Çünki hər iki tərəfdə eyni dəyişəndə olmalı. Eyni daha doğrusu say sistemində olmalı. Və mən bunları çevirmək üçün o istənilən bir say sistemindən onluq say sisteminə keçmək üçün vururdum. Qaydamız da 0 və 1 idi. Yazırdım buradan 0, 1. O zaman mən necə ki 25 vurulsun əsası üstündəki rəqəm yazıramsa, onu da eyni formada yazmalıyım. Yəni 3 vurulsun x üstü 1 üstəgəl 4 vurulsun x üstü 0. Mən bunu yazdım. Bərabərdir. Onsuz da bu 25-im onluq say sistemində olduğu üçün bunu çevirməyə ehtiyacım yoxdur. 25 onluq say sistemində yazıram. Düzdür? İndi mənə deyir ki, cavab nə olacaq? 3x üstə gələk 4 bərabərdir 25. 3x'in bərabərdir 21. X'im hansı say sistemi oldu? 7'lik. Başa düşdünmü? Yoxsa yox? Deyəsən başa düşmədin, nə? Aha. Dəqiq başa. Niyə qalır? Mən onsuz da bunu da onluq say sisteminə çevirmişəm. Daha bunu niyə çevirim ki onluğa? Onsuz da onluqda deyilmi? Aha. İndi məsələn, burada görüm ona oxşar varmı? Yoxdur. Amma quizimizdə var idi, səhv eləmirəmsə. Quizdə işləmişdin. Tamam. Onda vaxtımız indi çatmayacaq, amma gələn dərsimizdə onu testlərimizi yekunlaşdıracaq, təzə mövzu keçəcək. Onda baxarıq. Deməli burada əgər çətinlik çəksən, amma rekorda baxsan heç bir çətinlik çəkməyəcəksən. İndi gəl buna baxaq. Bayaq demişəm əslində. Hə, deyir ki, A ikilik say sistemində bir ədəddir. Və mən bunu tapanda 2 üstü 6 üstə gələk 2 üstü 3 üstə gələk 2 üstü 3 daha doğrusu 2 üstə gələk 2 üstü 1 ədədinin. 16 say sisteminin çevrilməsindən alınan ədəd tapın deyir. Mən burada nə başa düşdüm? Mən bildim ki, bax, 1 vurulsun 2 üstü 6'dır. Üstə gəl. 0 vurulsun 2 üstü 5'ti. Üstə gəl. 0 vurulsun 2 üstü 4'tü. İndi özün baxanda başa düşəcəksən. 1 vurulsun 2 üstü 3'tü. Burada plus yazmalıydım. Çarpdıq. Üstə gəl.
Bir vurulsun 2 üstü 2'dir. Üste gel. Bir vurulsun 2 üstü 1. Ve üste gel. Sıfır vurulsun 2 üstü 0'dır. Hardan bildim ben bunları? Bak Raysa. 2 üstü 6. Yazdım mı burada? Necə olardı ki, mən 2 üstü 5'i yazmazdım? Sıfıra vursaydım 2 üstü 5'in əhəmiyyəti olmazdı da. Ona görə 2 üstü 5'i yazmayıb. Sıfıra 2 üstü 4'ü vursaydım sıfır olacaqdı. Ona görə 2 üstü 4'ü yazmayıb. 2 üstü 3'ü yazıb. Niyə? Çünki 2 üstü 3'ün qabağındakı 1'dir. Yəni o bir ədəd sayılır da. Sonra bax 2 üstü 2'ni də yazıb. Deməli onun qabağındakı da 1'dir. 2 üstü 1'i də yazıb. 2 üstü 2'yi, 2 üstü 1'i yazıb. Çünki onların qabağındakı 1'dir. Amma 2 üstü 0'ı yazmayıb. Ona görə ki, onun qabağındakı 0'dır. Yəni mən bayaq dedim izah edəndə. Dedim ki, heç 0'ı yazmasan da olar. Çünki onun əhəmiyyəti yoxdur. Bu da mən bilirəm ki, kilsə sistemindədir. Ancaq burada bir 0 olaraq başqa ədəd yaza bilmərəm. Ona görə bildim ki, 2 üstü 6, 2 üstü 3, 2 üstü 2, 2 üstü 1 bunların qabağında 1 imiş, o birisilərin qabağında 0 imiş ki, yazmayıblar. Düşdün? Mhm. İndi deyək ki, bu ədədi 16-lıq say sisteminə çevirməsindən alınan ədədi tapın. Bu ədəd hansıymış ki? 1, 0, 0, 1, 1, 1, 0. Bu ədədiymiş. Hardan bilirəm? Bax, gəl mən bunu renkli dəyişim, başa düşəsən. Bax, bu ədədiymiş da. 1 2 üstü 6'ya vurub, 0 2 üstü 5'e vurub, 0 2 üstü 4'e vurub, 3'e vurub, 2 üstü 2'ye vurub, bir də bunlar var imiş. Yəni ədədimiz əslində buymuş. Başa düşdün əhəmiyyətini? Aha. İndi deyək ki, bunun altılıq say sisteminə çevirir. Az öncə demişik, 4 4 ayırırıq. Bunun da simvolunu 4'e tamamlayırıq. Üstünə 8 4 2 1 yazırıq. Və harda 0 var, onları silirik. Harda 1 var, toplayırıq. Deməli, burada oldu 4. Burada da oldu 12, 10, 4 edir də səhv eləmirəmsə. Düzdürmü? 14'ün de bizde 7. Cevap olacak 4Y. Yəni necə var ya? Başa düşdük? Tamam. Mən özüm bunların yığımından birinə quiz hazırlayacağım sənə. Ona bir yerdə işləyəcəyik. Sonra deməli burada deyir ki, bunu bilirsənmi? Bundan səhv eləmirəmsə qəbullara çox düşür. Səhv eləmirəmsə yox, ümumiyyətlə qəbullara çox düşür. Təzə şeydir deyə, misaldır deyə ona görə. Gəl bunun qaydasını öyrədim sənə. Deməli sənə deyir ki, cədvəldə ASCII kod cədvəlinin bir hissəsi verilib. Yəni nə deməkdir? Simvolun qarşılığı onluq say sistemində 52-dir. Məsələn, 4-ün qarşılığı 52 imiş, 5-in qarşılığı 53-dür. A-nın qarşılığı 65, Z-in qarşılığı 90, A-nın qarşılığı 97-dir. Sən burada nə başa düşürsən? Məsələn, mən buradan başa düşürəm ki, burada ardıcıllıq varsa, onun qarşılığında da ardıcıllıq var. Bax, 4'ün qarşılığı 52-dir, 5'in qarşılığı 53'dür. Görsən ardıcıllıq var. İndi mənə deyir ki, böyük A-nın, yadında saxla ki, həmişə böyük hərflə kiçik hərfin fərqi var. Yəni, böyük hərfin qarşılığı 65'dir, kiçiyinki 97'dir. Bu dəyişə bilər ha. Sadəcə sənə burada nümunə verim. Yəni, deyir ki, A-nın qarşılığı 65'dir. Bu birinci rəqəmdir, düzdür? Bu da sonuncu rəqəmdir. Yəni 32-ci hərfdir deyək də. Z-in qarşılığı da 90-dır. Buradakı fərq nə qədərdir? Aha, 25'dir. İndi mən bilirəm ki, birinci balaca A-nın qiyməti 97-dir da. 97. Onda səncə kiçik Z-in qiyməti nə olar? Səncə nə olar? Bunların fərqi nə idi? 25 dənə fərqi var da. Deməli bunun üstünə 25 gəlməliyəm ki, mən kiçik zeti tapım. Yəni 97 üstə gələ 25. Bu bizə nə verir?
Aha, bunu bilirəm. Bu böyük hərflərdir. Aha, düzdür də bir fərq var. Hansı simvolda? Bax əzim. Aha, bunu bilirsən. Səndən rəqəm soruşsaydı, məsələn tutaq ki 6 soruşsaydı, cavabın nə olacaqdı? Cavabın nə olardı? Aha. Məsələn 9 soruşsaydı, cavabın nə olardı? Hı? Aha. Yəni sırasına baxıram da. İndi mənə deyir ki, A, Z var. Yəni başlanğıc var, son var. Mən başlanğıcla sonun arasındakı fərqə baxıram ki, burada 25 yox özdə 35 fərq var. Düz demədim. 35 deyil. 90, 60. Yəni arasında nə qədər fərq var Raysa? Hı hı. 35 deyil mi onun qarşılığı? Bax, hanı? 65-i deyirəm. Aha, okey. Mən 95 kimi görürəm üzürlü sayı. Düz. Mən 95 kimi görürəm. Daha doğrusu nəsə qarışdırdım mən. Düzdür, 25-dir. Deməli, bu 25-dir da, düzdür. Bunu başa düşdün? İndi sən böyükləri bilirsən. Böyüklərin arasında nə qədər fərq varsa, kiçiklərin arasında da o qədər fərq var. Yəni mən balaca A-nı bilirəm ki, 97-dir. Bax, balaca A-yım 97-dir. Onda balaca Z-im nə qədər olar? Amma mən aha, yox. Bax, bir dənə diqqətlə bax bura. Bax, böyük A, kiçik A. Məsələn, böyük B, kiçik B. Böyük C, kiçik C və sair və sair. Gəl bunu biraz balaca yazım. Daş düşməyək. Kiçik C. Sonra böyük Z, kiçik Z. Düzdürmü? Yəni mən nə qədər böyük hərf varsa, bir o qədər də onun balası var da, balacası var. Mən bilirəm ki, böyüyü 65-dədirsə, bunun böyük zeti 90-dadırsa, arasındakı fərq nə qədərdir? 25 dedik, düzdürmü? Arasında 25-dən fərq var. İndi mən böyükləri tapdım, keçək kiçiklərə. Kiçiyin A-sı verilib, deyir, burada 97 var. Kiçiyin zeti neçə olur, əgər arasındakı fərq 25-dirsə? Hı? Niyə çıxırsan? 65 kiçikdir, yoxsa 90? Ah, kiçikdir, düz. 65-in üstünə 25 gəlib ki, 90 alıb. Görürsən? Gördün bunu? Diqqətlə bax. Hansı hissəni başa düşmüsən? De o hissəni izah edim, Raysa. Hı hı, düz. İndi bizə onu ifadə edir ki, biz balaca zeti tapa bilək. Gəl gözlə, bir də mən bunu başqa yerdə izah eləyim sənə. Belə görürəm ki, çox qarışdırırsan. Saniyə.
Deməli, qulaq asırsın diqqətlə. Bax, bizə deyir ki, cədvəldə ASCII kod cədvəlinin bir hissəsi verilib. Mən nəyi bilirəm? Mən bilirəm ki, mənim bir simvolum var və onun onluq kodu qarşılığı var. Yəni, məsələn, 4-ü kodlaşdırıblar 52 ilə. Məsələn, 5-i kodlaşdırıblar 53 ilə. Burada ardıcıllıq var da, görürəm. Məsələn, burada məndən 6-yı soruşsaydı, bu olacaqdı 54. 7-yi soruşsaydı, bu olacaqdı 55 və sair və sair. Ardıcıllıqla gedirdim. Bu rəqəmlərimdir. İndi mənə hərflərdən soruşub, yəni balaca zeti soruşub. Mən bilirəm ki, əlifbada bir böyük hərf var, bir də onun kiçiyi var. Böyük A, kiçik A. Və hər biri başqa-başqa kodla əvəzlənir. Böyük A-nın öz kodu var, kiçik A-nın öz kodu var. Sonra məsələn, burada məsələn böyük B var, kiçik B var. Məsələn, tutaq ki, böyük A-nın qiyməti 65-dirsə, balaca böyük B-nin qiyməti 66 olacaq. C-nin qiyməti 67 olacaq. D-nin qiyməti 68 olacaq və sırayla gedəndə axırda Z gəlir axı. Z-in də qiymətini burada verib böyük Z-in qiyməti. Deyir 90. 90-a qədər sayacaqsan deyir. Bunu bildin? İndi mən bu böyük hərflərin hamısını bildim. Bildim ki, burada ardıcıllıq var, rəqəmlərin yanın qarşılığında ardıcıllığı var. İndi keçirəm balaca hərflərə. Mənə balaca hərfdən bir dənə ipucu verib. Deyir ki, balaca hərfin A 97-dir. Mən buradan belə tapa bilərəm ki, bunu silim sənə qarışıqlıq yaratmasın. Mən buradan belə tapa bilərəm ki, 65 ilə 90 arasındakı fərq 25-dir. Yəni mən 65-in üstünə 25 gəldiyim zaman 90-ı ala bilirəm. Burada da həmçinin 97-nin üstünə 25 gəlsəm, yəni çünki böyüklərlə arasındakı fərq qədər kiçiklər arasındakı fərq də eynidir. 97-nin üstünə 25 gəlsəm, burada bizə verir 2. Biri yadda 11, 122. Yəni balaca Z-in qiyməti 122-dir. Başa düşdünmü? Tutaq ki, sənə lap verməyib. Daha doğrusu balaca Z-in qiymətini verib 122. Görsən, onda da arasındakı fərq 25 olardı. Burada da arasındakı fərq. Aha, 122 alınmadı. Ona görə 25 gəlir sənci. Bax, böyüyün arasındakı fərq nə qədərdirsə, kiçiyin arasındakı fərq də o qədərdir. Böyüklərin arasında 25 fərq varsa, mən birinci lap başda başlayanın üstünə 25 gəlməliyəm ki, ən sondakını tapım. Başa düşdün? Dəqiq. Məncə başa düşməmisən hələ də. Bax əzizim, belədir bax. Hacan böyüklərdir. Bax görsən böyük hərflər verib. Arasındakı fərq nə qədərdir? Aha. Yəni 25 dənədən sonra 90 gəlibdi. Burada da 97 gəlib. Aha, Z 90-dır. Görsən qarşılığını veribdi. 97 nə olmur? Başa düşmədim sualını. Bir də təkrarla. Hə, 97-dir. Burada verib. Ah, balaca A-nın qiyməti 97-dir. Onda kiçik Z-in kodu neçə olar? Böyük hərflərin arasındakı fərq 25-dirsə, kiçik hərflərin arasındakı fərq də 25 olmalıdır. Yenə başa düşmədin?
Hə də mən də onu deyirəm. Burada səndən soruşur axı Z simvolunun altılıq kodu hansıdır? Səndən Z soruşur axı. Hə, yaxşı. Bir görüm bu quizdə bu sualdan varsa başqa şeydən üstündən izah edeyim sənə bunu başa düşməsən olmaz. Bax bura. Deməli, sənə nə verib? 16-lıq kod və 10-luq kodun var. Yəni sənin rəqəmin 50-dirsə, onun 16-lıq kodu 32-dir. 52-dirsə, onun kodu 34-dür. 88 X hərfidir görsən. Onun 16-lıq kodu 58-dir. Bu nə yazmalı? Aa, buna nə oldu? Aha, bu da başına gəldi. Buna nə oldu? Bu niyə belə elədi? Bircə saniyə qoy çıxım təzədən girəm. Hə, vəsə düzəldi. Bax, 10-luq kodum var, 16-lıq kodum var. Yəni hamısının qarşılığı var. Bir sənin 2 simvolunun 10-luq kodu 50-dir. Məsələn, 4 simvolunun 10-luq kodu 52-dir. Sən buradan nə başa düşürsən? Sən bilirsən ki, burada 3 olsaydı bu 51 olmayacaqdı səncə? Bax, 3-ü heç verməyib. Amma mən bilirəm ki, təxmini bilirəm ki, 3-ün kodu 51-dir. Hardan bildim? Bax, 2-nin qarşılığı 50. Aha, bu rəqəmləri başa düşürsən, hərfləri başa düşmürsən. Eyni şeydir də əzim. Orada heç bir fərq yoxdur. Gəlin də onu izah edək. Deməli sənə deyir ki, burada səndə böyük X-in var, böyük Z-in də var, böyük Y-in də var, böyük B-in də var, kiçik, daha doğrusu kiçik B-in də var, kiçik Z-in də var. Sən indi nə bilməlisən? Sən bilirsən ki, birinci X, sonra Y, sonra Z gəlir, düzdür? Mən X-in qiymətini bilirəm 88-dir. O biraz yuxarıdan yazım. Bax qarşılığını verib. Y-in qiyməti veribdir 89. Düzdür? Z-in də qiyməti 90-dır. Ardıcıllığı gördünmü? Burada çətinliyin var. Aha. İndi sənə nə veribdir? Sənə verib ki, B-yi, bir də Z-i veribdir. B-nin qiyməti 98-dir. Heç bunun ehtiyac da yoxdur bilməyə. Niyə? İndi deyəcəm. Sənin 2 Z-in, 2 Z-in, balaca Z-in bərabər olub 122-yə. Düzdürmü? Sənin balaca Y-in nəyə bərabər olardı? Olsaydı. Bir vahid əvvəl gəlib də Y. Neçə olardı? 121 olmazdı. Hı? Aha. X-da Y-dan bir vahid əvvəl gəlib. Onda X-in onluq kodu nə olur? Aferin. Bu 120 oldu. Mən buradakı ardıcıllığı əsasən bu ardıcıllığı yazdım da. Çünki böyük hərfin ardıcıllığı nə qədərdirsə, nə formadadırsa, kiçik hərfin forması da eynidir. Sadəcə kod dəyişib. İndi sənə sadəcə nə deyir? Sən onluğu tapmısan, deyir ki, bunu 16-lıq say sisteminə çevir. Sadəcə sən 120-ni 16-lıq say sisteminə çevirməlisən. 120 də onluq say sistemindəsə 16-ya keçmək üçün belə-belə gedəcəksən. Bu da sənə neçə verirsə onu yazacaqsan. Başa düşdün bunu? Aha. İndi keçək bayaqki məsələyə. Onu da başa düş. Yoxsa mən şey eləməyəcəm. Gəl çəkməyəcəm. Deməli, bircə dəqiqə buradan tapım. Bunları təzədən silirəm. Hərfləri izah edəcəm. Rəqəmləri başa düşürsən. Mouse'u görmürəm prosta. Hə.
Bax, Raysa, diqqətlə bax. Deyir ki, A-nın qarşılığı 65-dir. Bu böyük A da, düzdürmü? Yazdım 65. Bir də bu başlanğıc hərfdir. Bir də sıralayıb və ən sonda Z-i sıralayıb, nömrələyib, kodlayıb. Bu Z-in də kodu 90-dır deyir. Yəni əgər bunun ortasında, yəni bu aralıqda hərflər olsaydı, hamısının kodu ardıcıllıqla gedəcəkdi. Yəni A 65-dir, B 66-dır, C 67-dir, D 68-dir. Bu formada. Bunu başa düşdün? Aydındır da bu sənə. İndi bu böyüklərdir. İndi keçirəm kiçiklərə. Kiçiklərdə də deyir ki, bunun balacası 97-dir. Bunun arasındakı hərfləri verməmişəm deyir. Yəni balaca B olsaydı 98 olacaqdı. Balaca C olsa 99, balaca D 100 və s. Bu getdimi? Ən sonda da balaca Z-i verib. Deyir, bəs balaca Z olsaydı neçə olardı? İndi mən bunu necə tapıram? Mən bilirəm ki, 65-dən 90-a qədər sıralayıb, arada da 25 dənə hərf varmış ki, 90-da dayanıb. Mən bu 25-i də hardan tapdım? Ən böyükdən ən kiçiyi çıxdım. Kiçiyi çıxdım. İndi deyir ki, 97-dən başlayıbsa, arasında 25 dənə hərf varsa, 25 dənə bu hərfi buradan tapdım axı. Onda Z-in, balaca Z-in qiyməti neçə olar? Şu. Yəni mən artıq balaca Z-in qiymətini bilirəm ki, 122-dir. Və bu onun onluq kodudur. Başa düşdün? Çox şükür. Və Raysa, bu sənin tapdığın onluq koddur. Hardan bilirəm? Görsən üstündə yazılıb onluq kod. Amma sənə bunu görüb o dəqiqə 122 götürmə ha. Sənə deyir 16-lıq kod. Və sadəcə sən 122-ni çevirirsən 16-lığa. Gəl çevirək. 16-lığa çevirəndə burada neçə dəfə düşəcək? Deməli, 6, 7 dəfə də, səhv eləmirəmsə. 6 dəfə 7, 42. Deməli, 4 olsa 112. Düzmü hesablayıram? Bax, gör. Aha, 10. Aha, şo. İndi mən bildim ki, bu onun da A-dır. Tərsinə də yazanda, yəni sağdan sola doğru da yazanda bu eləyir 7A. Başa düşdün? Bax, iminli bu suala uyğun bir neçə dənə məsələ göndərəcəm sənə. Sabah tezdən ya da ki, indi tapsam indi. Onları işləyib mənə göndərərsən. Ya da sabah dərsimiz var, səhv eləmirəmsə, hə? Aha, istəyirsənsə sabah əgər çatdıra bilməyəcəksənsə, ikinci günə keçirə bilərik. Problem deyil. Məndə axşam dərsləri hal-hazırda yoxdur. Çünki mən təhvil vermişəm bütün qrupları. Ə, deməli, axşam saatlarında hansı gün istəsən keçə bilərik. Sabah da alınar. Sabahı niyə görə deyirəm? Sənə görə deyirəm ki, sənin çatdırmağın var. Həm oxuyacaqsan təkrar, həm də testlərim var. Testləri çatdırmaq var. Ona görə deyirəm, istəyirsən ikinci günə eləyək. Çatdırsan lap yaxşı. Çatdırmasan ikinci gün. Yaxşı?